Hal-hazırda biz 72 yaşlı qadın pasiyentimizin əməliyyatını uğurla icra etdik. Pasiyentimiz bizə sağ bazusunun, bazı oynağında daha doğrusu ağrı, hərəkət məhdudluğu və deformasiya şikayətləri ilə müraciət etmişdir. Biz xəstəni müayinə etdiyimiz zaman bəlli olmuşdur ki, xəstə 3 həftə əvvəl evdə yıxılmışdır, sağ yuxarı ətrafından travma almışdır. Sağlıq mərkəzlərindən birinə müraciət etmişdir. Bazı sümüyünün cərrahi boynunun sınığı ilə xəstə gips sarğısı ilə immobilizasiya edilmişdir. Lakin bəlli olmuşdur ki, parçalar arasında böyük yer dəyişmə var, əməliyyat lazımdır və bu səbəblə xəstə bizə müraciət etdi. Biz pasiyentimizi həm rentgen, həm də kompüter tomografiyası vasitəsilə, yəni müayinələri vasitəsilə dəyərləndirdik və bəlli oldu ki, pasiyentimizin sağ bazusunun həm diafizinin yuxarı üçdə birinin və eyni zamanda cərrahi boynunun böyük qabarığının çox parçalı yer dəyişmiş sınığı vardır və qərara gəldik ki, aralarında böyük diastaz olduğu üçün əməliyyat lazımdır və pasiyentimizi əməliyyata aldıq. Hal-hazırda əməliyyatımız uğurla nəticələndi və pasiyentimizin bayaq qeyd etdiyimiz kimi 72 yaşı var, ciddi ürək xəstəlikləri var, ürəyin işemi xəstəliyi var və eyni zamanda xəstə şəkər xəstəsidir. Təbii ki, müalicəsini alır və əməliyyatımız bitdikdən sonra xəstə palataya keçəcək. Növbəti gün xəstə artıq aktivləşdiriləcək, həm otuzdurulacaq, həm də gəzdiriləcək. Pasiyentimizdə artıq gips sarğısı olmayacaq, sadəcə qol askısı ilə xəstə sağ yuxarına 2 həftə istirahət verəcəkdir və ondan sonra hərəkətləri başlayacaqdır. Pasiyentimiz hospitalımızda 3-4 gün ərzində müalicə alacaqdır və düşünürəm ki, kafi vəziyyətdə ambulator müalicəyə göndəriləcəkdir. Və bizim pasiyentimizin kompüter tomografiyasındakı parçaları, sınıq nahiyəsini mən sizə göstərmək istəyirəm. Burada baxın, kompüter tomografiyası olunmuşdur. Bazı sümüyünün, görürsünüz, diastaz var və çoxlu parçalar var. Parçalar arasında kontakt yoxdur, yer dəyişmə böyükdür. Əslində, belə sınıqlar bəzən endoprotez əməliyyatı lazım gəlir, lakin hal-hazırda sınıq xətti diafizin yuxarı üçdə birinin distal hissəsinə qədər davam etdiyi üçün hal-hazırda qərara gəldik ki, əvvəlcə osteosintez əməliyyatı aparılsın, ən azından diafiz tamlığı bərpa olsun və ola bilsin ki, bazı sümüyün başında biz parçaları tam otuzdurduğumuz üçün bazı sümüyün başında aseptik nekroz düşünür ki, yaranmayacaq. Əgər yaranarsa, növbəti əməliyyat endoprotez əməliyyatı ola bilər, amma biz parçaları tam ideal yerinə otuzdurduğumuz üçün və təsbit etdiyimiz üçün düşünürük ki, pasiyentimizin son əməliyyatı olacaq və bazı oynağının hərəkətləri tamamilə bərpa olunacaqdır.